Değerli şagirdlər, bu qəbula düşən suallardan biridir. Deməli, kökaltı ifadə heç vaxt mənfi olmaz. Buna əsasən 4x minus 16 böyük bərabərdir 0. 4x böyük bərabərdir 16, x böyük bərabərdir 4. İndi ikinci kökə baxaq. 20 minus 5x böyük bərabərdir 0, mənfi 5x böyük bərabərdir mənfi 20, x kiçik bərabərdir 4. İndi bax, hər ikisinin 4 kökü ödəyir 4. 4-dən böyük olacaq və 4-dən kiçik. Biz birinci ifadədə 4-dən kiçik qiymət qoysaq, kökün altı mənfi olacaq, ödəməyəcək. İkinci ifadədə 4-dən kiçik böyük qiymət qoysaq, bu da ödəməyəcək, mənfi olacaq. Deməli, hər ikisinin kökü olacaq ancaq 4. Yəni, hər ikisinin kəsməsi 4 ödəyəcək. Yəni, x bərabərdir, ancaq 4 qiymətində olacaq bu. İndi ifadədə harada 4, daha doğrusu x görsək, gətirib yerinə 4'ü qoyub hesablayırıq. Kök altında 4 vur 4 minus 16. Üstə gəl, kök altında 20 minus 5 vur 4. Üstə gəl, 14 vur 4 bölünsün 4 minus 2 bərabər. Bu kök altı ifadələr ikisi də sıfıra gedəcək. Qalır ki 14 vur 4 bölünsün 2. 2 ilə 4 ixtisar gedir surətdə 2. Yəni 14 vurulsun 2 bərabərdir 28. Cavab 28 olacaq.